Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 18-ci məhəlləsində sakinlərlə növbəti səyyar qəbul görüşünü keçirib. Görüşdə İcra Hakimiyyətinin məsul şəxsləri, şəhər təsərrüfatı ilə bağlı qurumların rəhbərləri, şəhid ailələri, müharibə veteranları və yerli sakinlər iştirak edib. Sakinlər tərəfindən əsasən sosial rifah, kommunal xidmətlərin təkmilləşdirilməsi, infrastruktur problemləri, məşğulluq və digər məsələlər qaldırılıb. Şəhər rəhbəri vətəndaşların müraciətlərini diqqətlə dinləyib. Bir sıra məsələlər yerində həllini tapıb. Digər müraciətlərlə bağlı isə aidiyyatı təşkilatlara tapşırıqlar verilib və nəzarətə götürülüb. Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyəti vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsini, onların problemlərinin yerində dinlənilərək operativ həllini təmin etməyə əsas prioritetlərindən biri hesab edir. Bu istiqamətdə keçirilən səyyar görüşlər şəhər sakinləri ilə əlaqələrin möhkəmləndirilməsinə, onların gündəlik həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Şəmlistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.